mezhebi, elmi, imamet mende vardır, sende yok. Şöhreti, şanu, şerafet mende vardır, sende yok. Sen kadiri humiden qəsdən olubsan bir xəbər, ol səbəbdəndir həqiqət məndə vardır, səndə yox. Sen kadiri humiden qəsdən olubsan bir xəbər, ol səbəbdəndir həqiqət məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. Ol səbəbdəndir həqiqət məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. Ol səbəbdəndir həqiqət məndə vardır, səndə yox. Sen seven şahlar benim şahım kimi abi değil. El dile etmem hilafet bende vardır, sende yok. Ben deyem mevlar kude sahile vermiş zekat. Rehberi kamu sehavet bende vardır, sende yok. Ben deyem mevlar kude sahile vermiş zekat. Rehberi kamu sehavet bende vardır, sende yok. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. O səbəbdəndir həqiqət, məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. O səbəbdəndir həqiqət, məndə vardır, səndə yox. Şiəyəm, fəxr eylirəm ki, aləmi ixlas edən. Eyləyəm bərpa ədalət, məndə vardır, səndə yox. Cahil oldun, keçmədin 14 dənə dərvazədən. Şafi-i ruzi qiyamət, məndə vardır, səndə yox. Cahil oldun, keçmədin 14 dənə dərvazədən. Şafi-i ruzi qiyamət, məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. O səbəbdəndir həqiqət, məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. O səbəbdəndir həqiqət, məndə vardır, səndə yox. Hansı şahın başına mehrabidə zərfət deyil, nuş edən cam-u şəhadət, məndə vardır, səndə yox. Xəlq ilə rəftaridə Allah böyük səbr istəmiş, mənbəyi səbr dəyanət məndə vardır, səndə yox. Seyyida sən söylə o nadana olsun baxəbər, ən nəhayət ki vilayət məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. Rəhbəri kanu səxavət məndə vardır, səndə yox. Məndə vardır, səndə yox, məndə vardır, səndə yox. O səbəbdəndir həqiqət, məndə vardır, səndə yox. Bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Ən nəhayət ki imamət bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Ən nəhayət ki imamət bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Ən nəhayət ki imamət bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Bizdə var, onlarda yox. Ən nəhayət ki imamət bizdə var, onlarda yox. Dünyada behiştin məsəli Ali Əlidir. Rizvan-ı Xuda cazibəli Ali Əlidir. Peyğəmbər Əkrəm gül reyhan-ı lətifdir, amma o gülün ətri Əli Ali Əlidir. Bilgüldür Peyğəmbər ki behişt bağına zinət, ol zinətə ətrin gözəli Ali Əlidir. Hər gül bu qədər rayihədə ətri bar olmaz, nisbətdə fəqət rayihəli Ali Əlidir. Kim istəsə Peyğəmbərin ətrini ala bilsin. Kim istəsə Peyğəmbərin ətrin ala bilsin. Ətrin yaxın ünvanı Vəli Ali Əlidir. Seyyid, bu qədər özgə gülüstanı dolanma. Bir bağ ki seyr eyləməli Ali Əlidir.
Bağışlayan və mehriban Allahın adıyla, dəyərli xalqımız, əziz müsəlman bacı və qardaşlarımız, hər birinizi salamlayırıq, hər birinizi xoş gördük, gözəl gündə, əzəmətli gündə, bərəkətli və mənəviyyatlı gündə. Bugün elə bir gündür ki, bugün bizim dünya və axirətimizin səadətli günüdür. Bir sözlə, mübarək Qədirxum bayramında. Bayramınız mübarək olsun, dualarınız qəbul olsun. Allah xalqımızı, Peyğəmbər və onun əhl-i beytini sevənləri dünya və axirət, Qur'an və pak əhl-i beytdən ayrı salmasın. Mən dəyərli qonaqlarımız, dəyərli izləyicilərimiz belə desəm, qonağımı təqdim etməzdən əzəl, hər gün, hər verilişdə dediyim kimi, bugün də ricam var. Bəli, İrs Media səhifəmizə abunə olmağı unutmayın. Bizə mənəvi dəstək olun ki, biz də xidmətinizdə olaq. Beləliklə, çox aradım, axtardım. Amma düşündüm ki, bu verilişimiz daha maraqlı olsun deyə elə bir qonaq dəvət etməliyəm ki, qonağın özü də, adı da, sözü də elə bu bayrama layiq olsun. Bəli, axır ki, mən istədiyimi tapdım. O da kim? Mənim illərlə, doğrudan da bir qardaşlığına, bir insanlığına, həm də ifa etdiyim mahnılara sevə-sevə qulaq asdığım mənim əziz qardaşım Hacı Surxay Qədirxum. Hacı, xoş gəlmişsən. Çox sağ ol, Allah razı olsun. Sizləri də xoş gördüm. Allah razı olsun Hacıcan. Verilişimiz də mübarək olsun. Allah razı olsun Hacı. Mən də sizi, Sağ ol. ətrafınızda olanları, siz sevənləri və siz sevənləri səmimi qəlbdən, ürəkdən Təşəkkür təbrik edirəm. edirəm. Hacı, bax illərdir biz sizi tanıyırıq, sizi çox istəyirik. Hacı Surxay Qədirxum. Bu təxəllüs necə oldu ki, siz bunu öz üzərinizə götürürsünüz? Mənim çox maraqlıdır. Həm də dinləyicilər üçün də maraqlıdır. Ya Allah. Dinləyicilər də salamlayıram. Allahın salamı olsun. Hamının Qədirxum bayramı mübarək olsun İlahi, inşallah. ilahi. Qədirxum məsələsi Hacı aydın məsələdir. Qədirxumda, yəni bildiyiniz kimi, əziz Peyğəmbərimiz Həzrət Əli Əmir Əl-Mömininin, yəni əlin qaldırdı və dedi, mən kimin mövlası, mən kimin rəhbəriyəmsə, Əli də o şəxslərin mövlasıdır, rəhbəridir. Bu hamıya bəllidir. İndi çox insanlar bilir, bilənlərin xoşalına Allah bilməyənlərə də bildirsin. Hidayət eləsin. Hidayət eləsin, hə da. Yəni Əlinin vilayətini tanısınlar inşallah. İlahi amin, ilahi amin. Bir günlərim elə mən hardasa 17-ci ildir məddahlıq edirəm. 17 ildir, yəni bu qapıdayıq da, həmd olsun Allaha. Elə o başladığımız günlərdə, məddahlığa başladığımız günlərdə mən rayonlarda bir neçə belə tədbirlərdə iştirak elədim. Yəni İslamı belə deyək də konsertlər təşkil elədik. Onların birində belə konsert idi, bir 500-600 adam var idi. Hamı belə qərara gəldi ki, bu Surxay olsun, elə Surxay Qədirxum. Nə gözəl. Bu cür oldu, hamı alqışladı, salavatlar deyildi. 17 ildir, həmd olsun Allaha ki, mən bu Surxay Qədirxum adını daşıyıram. Allah sənə can sağ, Allah Hacıcan səni elə Peyğəmbər və onun əhl-i Amin beytini necə ki inşallah. bu günə qədər gətirib, doğrudan da Hacı, tərif deyil, sənin üçün tərif demirəm, sadəcə qəlbimin sözünü deyirəm ki, xalq səni sevir. Allah da Möminlər xalqı səni sevir, sevsin. özü çox sevir. Allah sənə daha da dəyər və artıq eləsin, qiymət və artıq eləsin inşallah. Mən Hacı Surxay haqqında bir söz deyə bilərəm ki, biraz mənə məddah bəyəndirilmək biraz çətin məsələ, özünüz bilirsiniz də mən hər məddahı çox istəyə bilərəm xasiyyətini, insanlığını, şəxsiyyətini, böyük hörmətim olub. Amma biraz sənət nöqteyi nəzərindən mən Hacı Surxaya həmişə də ona görə dəyərləndirmişəm ki, onun musiqiyə yanaşması, onun sənətə yanaşması, onun ifaçılığı, onun səsinin düzlüyü və belə oxuduğu ifaya obraz verməyə həmişə mən tərif deyil, mən bunu çox bəyənmişəm, sevmişəm. Hacı, bildiyimə görə siz yəni məddahlıq sənətindən əvvəl söz sənətində olmusunuz. Yəni belə deyək də, yəni meyxana ustadı olmusunuz. Bəli, bəli. Bax, necə oldu birdən-birə ki, onu tərk elədiniz? Yəni bu gün də gündəmdə, yəni meyxana sənəti, söz sənəti gündəmdədir, sevilir. Günü-gündən yeni bu söz cavanlar gəlirlər. Bax, bu nə baş verdi ki, birdən-birə? Nə maraqlıdır?
Hacı sənətimin kökü yenə də yəni şeiriyyatdır, meyxanadır. Yəni sənətim burdan başlayıb. Mən bir neçə illər yəni el şənliklərində, toylarda o söz ustadları ilə, yəni meyxana deyən qardaşlarla indi onlarla mən məclislər aparmışam. Sonra bir neçə hadisələr oldu ki, yəni elə bil ki, Allah mənə göstərirdi ki, sən Xoşa gəl. gəlməz hadisələr olur. Hə, bəli, sən qəlbə gəl. toxunası. Elə bil ki, mənim yerim burada idi da. Mən özümü yəni Əhl-i Beytin qapısında xidmətçi gördüm. Gördüm ki, yəni mən orada özümü orada görmədim. Belə deyək də. Və özümü görməməyimə də səbəblər oldu. Səbəblər oldu. Buradan da salamlayıram meyxana deyənləri, sənətkarları. Allah salamat Yenə də olsun. meyxana da deyirəm. Yəni dini məclislərdə düşürəm şairlərlə. Ha, gözəl. Bədahətən yəni deyirik Əhl-i Beytdən, Allahdan. Yəni belə deyək, Əhl-i Beytin İslamdan. tərifine uyğun meyxanalar. Bəli, yenə də sənətimiz odur. Amma sadəcə yəni da mən bu qapıdayam. Mən Əhl-i Beyt şairiyəm. Gözəl. Əhl-i Beyt məddahıyam, həmd olsun. Hacı Sırxay, bayağı qeyd elədiniz ki, 17 ildir. Doğrudan elə mən Bəli. hesablamamla gördüm, bəli, bəlkə 17 ildən bir qədər də çoxdur. Mən belə bir sual da verərdim ki, bax, bugünkü söz yox ki, bu yolda xidmət eləməyin çökəyi var, dərəsi var, düzü var, çox çətinliklərlə rastlaşmışsınız. Bəli. Bax, yenə deyirəm, o çətinliklərlə rastlaşanda nə sizi xilas edib? Necə xilas olmusunuz o çətinlikdən? Mən bilirəm də, yəni biz toy adamıyıq, məclis adamıyıq, mövludda falan, hər cür çətinliklə rastlaşırıq. Bax, siz o çətinliklərdən qarşınıza hansı məqsəd qoyub çıxırsınız? Nə maraqlıdır. Hacı, elə bir biz gedən məclislərdə, sən özün də həmin bizdən də bir 4-5 il qabaq həmin məclislərdə olmusunuz, Allah köməyiniz olsun. Biz gedən məclislər maşallah belə nətər deyim, ruhani məclisdir da. Orada o qədər də çətinlik yoxdur. Maşallah bizi salavatla qarşılayırlar, salavatla yola salırlar. Hamı ayıq başda insanlardır, ibadət edən insanlardır. Yəni daha doğrusu mən deyim ki, burada mən bu məclislərdə, bu qapıda çətinlik görməmişəm. Yəni necə deyim? Olur yol yorğunluqları, sənət ağırdır. Mən bu günlərin burada nə deyim ki, bu insanların xoşuna gəlsin. Yolda başımıza hadisələr gəlir. O heç. Bildiyiniz kimi o vaxtda qəza da keçirdik. Bəli, mənim yadımdadır. Allah köməyiniz olsun. Amma şükür Allaha ki, Allahın bəndələrinin arasındayıq. Yəni hamı dəstəmazlıdır. Hamı bizi sevir. Yəni nətər deyirlər, zərin qədrin zərgəri. Subhanallah. Bunlar bilirlər ki, biz Əhl-i Beytin məddahıyıq. Bizi çağıranlar da nədir? Əhl-i Beyti sevənlərdir də. Burada nə çətinlik olur? Mən bilirsən hansı baxımdan soruşdum. Bax, mən həmişə bu, yəni bizim ətrafımızda olan, yəni qrupumuzda illərində, bu 20 neçə ildə olan məddahlarla həmişə bir toyu başlayanda deyirdim toyun ikinci saatını oxumağa nə var ki? Ən çətin onun birinci saatıdır. Sözün əsl mənasında ya. Bayaqlar bir söz vurğuladım. Yəni məlum məsələdir ki, din toyudur. Əlhamdülillah, süfrə halal. Qonaqlarımız halalcadır. Allah hamını qorusun. Hamını qorusun inşallah. Mən də bugünə qədər heç vaxt o üzbəüz olan belə auditoriyadan heç vaxt narazı olmuşam. Amma mənim üçün həmişə bir mənəvi çətinlik olub. Mən şəxsən özüm istəyirəm. O toyun əvvəl bir saatına, toyu gətirib toy halına salmağa qədər, o xəttə deyirik də, salana qədər mən özümdə böyük məsuliyyət. Ümumən toy mənim üçün məsuliyyətdir. Mənim üçün dünən oxuduğum toyla, bugünkü toy arasında fərq qoymaram. Dünən də qardaş balasının toyudur, bugün də mənim üçün qardaş balasının toyudur. Eynən mən bilirəm ki, sən də uçursan. Yəni bu mənim gözümün qabağında. Hacı, məndə bağışla, məsələn, mən toya baxıram, o bir məsələ var, damara baxırsan, qan alırsan. Toya baxanda bilirəm ki, məsələn, bu toyu necə oxumaq lazım? Nə oxumaq lazım? Nə oxumaq lazım? Yəni sözü sahibinə ver də. Bir toy var, baxırsan ki, burada dünənki kimi oxumaq lazımdır. Bu toyda başqa bir şəkildə toy aparmaq lazımdır. Elə baxanda o insanlara, həm də olsun Allah, xalqımız Allahı tanıyandır. Əhl-i Beyti sevir. Bu xalq hamısı Həzrət Əlini tanıyır, Peyğəmbəri, Həzrət Hüseyni tanıyan xalqdır. Namaz qılanı da,
qılmayan da. Biz də gəlib orada onların sevdiyindən oxuyuruqsa bu xalqın, deməli dəyərliyik də, dəyər verirlər. Əlbəttə ki, hətta mən bunu qeyd etməyə özümə borc bilirəm. Mən bu sənin də qarşıya çıxıb, sən də mənə rastlaşmısan, Hacı. Ki toy olub ki, baxmısan görmüşsən ziyalı bir təbəqədir. Belə deyirik, heç namaz əhli deyil. Bəli. Toyun sonuna qədər oturub bizi dinləyiblər. Bəli. Sonuna qədər oturub. Sonuna Yəni bu xalqın Əhl-i Beyt əleyhissalamı olan o sədaqətindən, məhəbbətindən irəli gəlir. İnşallah verilişimiz yenə də Hacı ilə öz ahəngində gözəlliklər, söhbətlər var ya qabaqda əziz izləyicilər. Odur ki, xahiş edirəm ki, diqqətiniz bizdə olsun. Amma bugün bayramdır, bugün qədir-xumdur, bugün əzəmətli gündür, bugün Allahın sevilən günüdür. Bugün Peyğəmbər Xudanın, necə deyərlər, Əli ibn Əbu Talib əleyhissalamın vilayətə rəhbərini izhar etdiyi gündür, əzəmətli gündür. Odur ki, istəyərdim Hacıdan bir gözəl ilahi alaq inşallah. Ya Allah Hacı, şirin səsindən istifadə edəyik. Ya Allah. Qardaş, Əlidən ayrı düşərsənsə fəlakətdir. Qardaş, Əlisiz cümlə ibadət boş ibadətdir. Qardaş, Əli dünyaya möhür vurmuş ədalətdir. Qardaş, Əli dünyaya möhür vurmuş ədalətdir. Sev Əlini, həm onun nökəri olsan. Sev Əlini, ona bir təfəri olsan. Sev Əlini, bir ömür heydəri olsan. Tiqidir əzəldən yer göy və mələklər ona aşiqdir əzəldən Səlman. Həmə bazər ona sadiqdir əzəldən. Heç kəs ələ bayraq ala bilməzdir Əlisiz Xeybər. O zaman fəth ola bilməzdir Əlisiz İslam. Ayaq üstə qala bilməzdi Əlisi. Sev Əlini, həm onun nökəri olsan. Sev Əlini, ona bir təfəri olsan. Sev Əlini, bir ömür heydəri olsan. Kimdir Əli öz kitabında? Eşqin nə böyük hikməti vardır ki Əlinin xitabında. Kəbə ona dünyaya gələrkən açıb əhvari qabında. Kəbə ona dünyaya gələrkən açıb əhvari qabında. Sev Əlini, həm onun nökəri olsan. Sev Əlini, ona bir təfəri olsan. Sev Əlini, bir ömür heydəri olsan. Sev Əlini. Hacıcan çox sağ olun. Allah səsinizə, ömrünüzə bərəkət versin. Allah sizi qorusun. Biz bilirsiniz Hacı Sürxanə niyə birimizi çox istəyirik.
danışacağım bayramı qoy könüllər açılsın. Günlərin bir vaxtı dostlar arasında küslü dolu, incili dolu. Hacı Sülxayın biraz qədər aramız soyub, deyib. Amma Hacı Sülxay günlərin bir vaxtı sən gedib məni, elə baba özü danışdığı kimi danışdı. Bura bax, mən səninlə danışmıram, heç danışmayacağam yanında da. Elədir. Amma mənim toyumu gəlib idarə eləyərsən. Mən də böyle gözüm üstə, çəşim. Əlbət ki, bu bir Umaniyədən küsəllər, biz qardaşıq. Mən onu dünyalar qədər çox Allah sevirəm. Nə yaxşı kömək. olacaq. Sağ ol Hacı. Həqiqi mənada. Nə Təşəkkür yaxşı var. edirik. Bizi çağırmışsınız, dəvət Nə yaxşı etmişsiniz. varsan Hacı. Allah səni qorusun, Allah səni hifz eləsin. Hacı, bu mərsiyələrlə bağlı bir dənə də sual verim. Bildiyimə görə sən Mühərrəm ayında gözəl nohalar oxuyursan. Bəli. Yəni bu sənə bir maneçilik törədmir ki, məddahlıqla, o nohaxanlıqla belə deyək də ilahi mahnı ifaçılığı. Yəni bu səndə bir bu barədə danışaq inşallah. Hacı, mən əslində yəni peşəm toy aparmaqdır. Mənim. Yəni mən sırf işim belə deyək də, gedim şad yanalıq Bəli, adamıyam da, bildin nətər. Mən gedim toy olsun, şənlik, nə bilim, evləndirək, Bəli də. təki züt eləyək, xoşbəxtçilik da. Qəşəng söz. Başı vaxtdan, təki züt eləyək. Eyvah. Yəni işimiz budur. Və toy şən keçir də, yığaq Bəli. qardaşları, belə işim Mən belə budur. deyərdim də, möminlərin üzündə təbəssüm yarar. Hə, Bu bizə bəs başladı. edir, Allah haqqı. Bəli. Bu bizə bəs edir. Mən surud oxuyanam, yəni belə toy adamıyam da belə deyək. Toy məddahıyam. Amma gəldi ki, bu Məhərrəmliyə söz yox ki, mən inana bilmərəm ki, sən Məhərrəmdə də xidmət eləməyəm. Amma Məhərrəmlikdə də yəni mən rozə də deyirəm, mərsiyə də deyirəm və hər Məhərrəmlik 1-2 mərsiyə də olur ki, Səs yəni yazmalı. təhvil verirəm dinləyicilərə, Gözəl, bizi sevənlərə. gözəl. Mənim atam da yəni öz rayonumuzun Kürdəmirin, Aha. yəni 30 ilə yaxın. Yeri gəlmişkən Kürdəmin əhlini salamlayırıq. Sağ ol Hacı. Allah Biz də sağ ol. salamlayırıq. 30 ilə yaxın mənim atam Kürdəmirin Mərsiyə xanı olub. Bəli, yəni mən gözümü açandan bunu görmüşəm ki, atam Mərsiyə deyib, biz də yanında sinə vurmuşuq. Yəni mümkün deyil ki, mən Mərsiyə deməyim. Elə işimiz belə başlayıb əvvəl. İnandırım sizi ki, əziz dinləyicilərimiz, izləyicilərimiz ki, doğrudan da belə ot kökü üstə bitər. Həqiqi mənada ya. Mən elə bunu bilmirdim mən. Həqiqi mənada bu Allah təala can sağlığı Sağ ol. versin. Mən bilmirdim ata Noha xandır, Mərsiyə xan olub. Çünki mən özümdən həmişə götürmüşəm ki, üzr istəyirəm. Mənim anam Mərsiyə xan olub. Yəni xanımlar məclisində İmam Hüseyn dəstgahında. Maşallah. Mən ona baxmışam. Mənim xalalarım, mənim bibilərim Mərsiyə xan olublar. Bax görsən həqiqətən o qan ki var ha, o qan. Qanda varsa nə bilim. Amma bir şey vurğulamağı mən demişəm, bəziləri irad bildirir mənə. Amma bu belədir. Düzdür ki, hər nəyimiz varsa İmam Hüseyn əleyhissalamın dəstgahındandır. İmam Hüseynin məktəbindəndir. İmam Hüseyndən doğur bu şeylər. Ki İmam Hüseyn məktəbi gətirib bizi məddah elədi. Düzdür. Amma mən bəzi qarışdıranlara içim gözüm qarışır. Biraz irad bildirirəm həmişə. Ki ya mən məddah olmalıyam, ya Rozaxan olmalıyam. Bana Hacı Sülxay çox gözəl vurğuladı ki, Məhərrəm gələndə bəli, harasa bir məclisə gedərəm, amma Rozaxan kimi getmir bu adam. Nohaxan kimi getmir. Geçsəm əgər qismətimdə o gün varsa, duraram Rozaxan olmayanda yerdə Rozaxan oxuyaram, Mərsiyə də oxuyaram. Bu başqa mövqedir. Amma sırf var ki, onu da əlimdə saxlayayım. Bunu da bir şeylər düz gəlmir. Gəlin məddahlıqla Rozaxanlığı, çünki Rozaxanlıq özü bir dənə böyük sənət. Və məddahlıq da böyük sənət. Hacı, mən də həmişə onun valla, yəni irad bildirmişəm ki, məsələn, gözəl Rozaxandır. Gəlir bir də özən toyda, məsələn, ayaqlaşır bizlə. Deyirəm ki, yox da, amma necə ki, sən Roza deyəndə mən oturub baxaram. Valla bu toy aparmaq bizliydi da. Yəni, həm bizlik deyəndə, yəni Allahın verdiyi bu da bir lütfüdür. Yəni, qarışdırmaq düzdür, olmaz. Yəni, imam... Oxsunlar yazır. Hamısı oxsunlar. Əhl-i Beytin qalsın. Allah hamısına bərəkət edir. Buradan elə mən məddahları da inşallah, əziz dostlarım, sənət yoldaşlarım, Roza xanlar, məddahlar, sizə qurban olum. Allah sizə bərəkət versin və sizi salamlayır. Amma mən o Roza xanların hamısına canım fəda olsun, mən onların hamısını çox istəyirəm. Mən Roza xan olan yerdə heç vaxt oxumuram, həqiqi mənada, and ol Allaha. Heç belə 20 yaş məndən kiçik olsun, belə bir... Sən özün də toy adamısan. Çünki niyə mən toydan gəlmişəm. Bəli, bəli. Bu sənətin bir 35 ilə yaxındır ki, artıq ki, mən
toy auditoriyasındayam. Amma İmam Hüseyn Əleyhisselamın məclisləri, hətta mən müğənni olan da, bunu vurğulamaq üçün, mən müğənnilik fəaliyyətim olanda mənim Məhərrəm ayına 10 gün qalmış, toy dəftərlərimi qoydum qırağa, mərsiyə dəftərlərimi çıxardım, 2 ay məsciddə olardım. Uşaq vaxtından danışıram, 16-17 yaşında. Amma belə qaldı ki, elə Körpəydən Təzəpirin qapısında böyümüşük, Şah Hüseyn məscidində böyümüşük, İmam dəstgahlarında böyümüşük. Bu, yəni bizə belə deyək də, bu yolda xidmət eləməyə Əhl-i Beytin məktəbindən gəldi. Hacı, belə bir sual da verim. Yəni, gələcək planlarım mənim üçün maraqlıdır. Söz yox ki, hər bir insan yaradıcıdır. An və an yaradıcıdır. Amma növbəti layihələrin nədir, fikirlərin nədir? Bunlardan aşağı. Sənətimi davam etmək. Mən istəyərəm ki, dinləyicilərimə, yəni ildə heç olmasa 3 dənə, 4 dənə çox bəyənilən bir ifayanı təqdim edeyim. Yəni yormayayım da, yəni həmişə çalışmışam ki, məsələn, bugün getdim hansısa bir rayonlarımızın birinə, bu ifaları ifa elədim. Həmin rayona istəyirəm ki, gələn ay gedəndə onlara heç olmasa 1-2 dənə yeni bir ifa verim ki, yorulmasınlar. Elə həm illərlə eyni şey, yəni mən xoşlamıram. Mən istəyirəm nəsə yeniliklər olsun. Ümumən yaradıcıda adam belə olur. Bəli. Yəni o işini sevən, işini yəni dəyərləndirən insanlar belə olur ki, həmişə yenilik axtarırlar. Qarşıda da inşallah çox gözəl, Kərbəladan bir dənə də toy mahnısı oxumuşam. Yeni. Hə, qəşəng bəyimizə, gəlinimizə. Mən elə bilirəm o da sevilər. Kliplərini çəkəcək. Belə deyirəm ki, Məhərrəmdən sonraki Hə, mütləq. inşallah. Nə qədər belə yəni sənətdəyik, ayaqüstüyük, canımız, taqətimiz var. Yəni bu qapıda çalışdığım qədər əziz dinləyicilərim, sizə yeni ifalar, yəni başımın borcudur ki, həmişə yeni ifalar təqdim edim. Allah sizi var eləsin. Mən bilirəm ki, illərdir siz xidmətdəsiz və siz bizim Azərbaycanımızın bugün müstəqilliyini əldə etməkdən ötürü canlarını fəda edən şəhidlərimizə də çoxlu sayda mahnılar oxumusunuz. Bəli. Çoxlu sayda nəvalar oxumusunuz. Yer gəlmişkən mən bayram gündə şəhid ailələrində bayramını elə Hadsurxayda məndə. O anaların, o şəhidi olan anaların əllərindən, qədəmləri qoyduğu yerdən başımı qoyuram ora. Allah onları var eləsin. Allah evladlarının ruhunu Kərbəlaya qonaq eləsin. Amin. Hacıcan, verilişimizin axarına yaxınlaşırıq. Sonda istəyirəm öz arzularını, öz istəklərimi, öz dualarımı deyəsən, mən də amin deyim. Allah köməyin olsun, Hacı. Yenə də deyirəm, sağ olun, bu Qədirxum günündə siz Hacı Surxay Qədirxumu dəvət etdiyiniz üçün. Arzum budur ki, xalqımız xoşbəxt olsun, əmnamanlıq olsun. Allah cəmi dünya müsəlmanların qalib qərar versin. Allah zülmün kökün yıxsın, nə bilim, zülmün evin yıxsın. Allah dünyada hər yerdə sülh, əmnamanlıq qərar versin inşallah. İlahi amin. Xalqımıza da pis gün görsətməsin. İlahi amin. Vətənimizin bütövlüyü uğrunda şəhadətə yetən şəhidlərimizin də ruhu qarşısında baş əyirik. Allah onları da şəhidlər sərvəri Həzrət Hüseynə qonaq etsin inşallah. Və belə Allah xalqımıza, cəmiyyətə pis gün görsətməsin. Allahla olsunlar, Əhl-i Beytlə olsunlar. Mən Hacı öz adımızdan, TV-nin rəhbərliyi adından, bütün əməkdaşlarımız adından və bizi izləyənlər adından Hacı sənə özlərinin təşəkkürünü bildirirəm, minnətdarlığımı bildirirəm ki, bu bayram günlərində səni tapmaq çətin məsələdir, amma bizə vaxt ayırdın. Təşəkkür edirəm. Sənin də bayram mübarək olsun. Bayramımız mübarək. Dəyərli izləyicilərimiz, bax bu Qədirxum gününə, bayramına həsr olunmuş verilişimiz sona çatır, amma sonda da yenə də biz sizlərdən gələn həftənin bugünkü gününə qədər ayrılırıq. Hacı Surxay Qədirxumun ifasında gözəl bir ilahi ilə. Gələn həftənin bugünkü gününə qədər özünüzü xəta və bəlalardan qoruyun və dualarınızda bizləri unutmayın. Sağ olun, salamat qalın. Mənim ağam həqiqətin, ədalətin ağasıdır. O
qeyrətin ağasıdır, şücaətin ağasıdır. Mənim ağam həqiqətin, ədalətin ağasıdır. O qeyrətin ağasıdır, şücaətin ağasıdır. Peyğəmbər öz nəbiliyin bəyan edəndə ümmətə İnanmayıb gülürdülər Xuda yazan həqiqətə. Peyğəmbər öz nəbiliyin bəyan edəndə ümmətə İnanmayıb gülürdülər Xuda yazan həqiqətə. Gətirdi 10 yaşında bir igid cahanı heyrətə. Əlidir ismi ol kəsin imamətin ağasıdır. Əlidir ismi ol kəsin imamətin ağasıdır. O Əlidir, o imamdır, ona qurbandı sevənlər. Məndən sizə salam olsun, vilayətin yolunu doğru gedənlər. Olanda xətmi Rəsulun sonuncu həcc ziyarəti, Qədir xumarlanan yerə cəm eyləyir cəmaəti. O yerdə xütbə söyləyib xəbərdar etdi ümməti. Mən olmayan zaman Əli xilafətin ağasıdır. Mən olmayan zaman Əli xilafətin ağasıdır. Mənim ağam həqiqətin, ədalətin ağasıdır. O qeyrətin ağasıdır, şücaətin ağasıdır. O Əlidir, o imamdır, onu sevməmək haramdır. Kim Əlini sevə bilsə, o kəsin əhdi tamamdır. Məqami ali məqam